Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin əməkdaşı vəfat edib. Komitənin sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin sənədlərin qəbulu qeydiyyatı və icraya nəzarət sektorunun müdiri Sevinç Salahova dünyasını dəyişib. Onun uzun sürən xəstəlikdən həyatını itirdiyi bildirilib. Tanınmış alim Arif Acaloğlunu avtomobillə vuraraq ölümünə səbəb olmaqda ittiham olunan Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun məhkəməsi başa çatıb. Sabunçu rayon məhkəməsində keçirilən son iclasda hökm oxunub. Hökmə əsasən Azər Maqsudova 4 il azadlıqdan məhrum etmə cəzası təyin edilib. Həkim cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkəcək. Məlumat üçün bildirək ki, bu tip müəssisədə cəza çəkən məhkumlara müəyyən şərtlər daxilində müəssisə hüdudlarından kənarda qalmağa icazə verilir. Xatırladaq ki, hadisə ötən ilin noyabrında Sabunçu rayon ərazisində qeydə alınıb. Azər Maqsudov evə qayıdarkən törətdiyi yol qəzası nəticəsində Arif Acaloğlu dünyasını dəyişib.